Salam əziz həmkarlar. Biz bugün öyrənirik tənqidi təfəkkür. Tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür tənqid etmək deyil. Burada diqqətli olun. Tənqidi təfəkkür faktları, problemi, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirmək, problemi səmərəli yolla həll etmək bacarığıdır. Tənqidi təfəkkür aydın və rasional düşünmə bacarığıdır. Ümumilikcə, obyektivlik tənqidi təfəkkürün ən mühüm tələblərindən biridir. Əsas bu hissələri yadınızda saxlayırsınız. Məsələn, dostlarınızla, tanışlarınızla hər hansı bir filmə getmisiniz. Film bitdikdən sonra siz deyirsiniz ki, mənim bu filmdən xoşum gəlmədi. Digər tanışınız deyir, niyə? Heç nə demədən üzünə baxırsınızsa, deməli sizdə tənqidi təfəkkür formalaşmayıb. Ancaq niyə xoşunuz gəlmədi? Məsələn, orada iştirak edən aktyoru sevmirəm, ona görə xoşum gəlmədi. Fikrinizi əsaslandırmağı bacarırsınızsa, deməli sizdə tənqidi təfəkkür inkişaf eləyib. Və ya məsələn, hər hansı bir test tapşırığına baxırsınız, deyirsiniz ki, bu test tapşırığı səhvdir. Deyirəm, niyə? Deyirsiniz ki, çünki bu test tapşırığına verilən variantlardan düzgün cavab yoxdur. Fikrinizi əsaslandırdınız. Deməli, sizdə tənqidi təfəkkür inkişaf eləyib. Tənqidi düşünən insanda bəzi bacarıqlar formalaşır. Hansılardır? Problemi düzgün müəyyənləşdirmək, problemin yaranma səbəbini araşdırmaq, araşdıraraq problem haqqında informasiya toplamaq, məlumatları, nəticələri emal etmək və qruplaşdırmaq, problemi sistemli şəkildə həll edə bilmək, hansısa həll yolunun səmərəli olduğunu müəyyənləşdirmək, yəni mənim üçün hansı səmərəlidir, onu müəyyən etmək, problemin həll yolunu daha da yaxşılaşdırmağa çalışmaq, əsaslandırma zamanı uyğunsuzluqları, yanlış anlaşılmaları aşkar edə bilmək, məsələn, bayaqki test tapşırığı. Fikrini əsaslandırarkən dəlillərdən düzgün və qərəzsiz şəkildə istifadə etmək, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri biri-birindən ayıra bilmək, kifayət qədər sübutunuz yoxdursa, mühakiməni kənara qoymaq, bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilmək, müstəqil şəkildə öyrənə bilmək, ən azından bu cür öyrənməyə maraq olmaq, istək atmaq. Daha sonra bir fikrin çoxları tərəfindən qəbul edilməsi, həmin fikrin etibarlı olub-olmaması arasında fərqi görə bilmək. Məsələn, hamı bu fikri deyir, bu fikri bəyənir. Bu doğrudur kimi düşünmürsən. Fikirləşirsən ki, bu yanlış da ola bilər. Hamı da səhv edə bilər. Müxtəlif baxışları təhrif etmədən, suni şəkildə şişirtmədən, ələ salmadan təqdim edə bilmək. Məsələn, hər hansı bir məsələni yazırsan və ya hər hansı bir problem çıxıb, o problemi siz əsaslandırmağa çalışırsınız, dəyərləndirməyə çalışırsınız, fikrinizi əsaslandıracaqsınız. Bunu şişirtmədən, ələ salmadan olduğu kimi danışırsınız. Özünün fikirlərini yanlış ola biləcəyi, fikrində qərəzliyə yol verə biləcəyi, ola bilsin ki, şəxsi seçimlərini dəlillərdən üstün tutulunu qəbul etmək. Bunlar hamısı tənqidi təfəkkürə aiddir. Yəni, mən də səhv edə bilərəm. Ola bilsin ki, mən də hisslərimə yenildim, belə deyim. Daha sonra problemi düzgün müəyyənləşdirmək, yaranma səbəbini araşdırmaq, informasiya toplamaq, problemi həll edərkən dəlillərdən, dəyərlərdən istifadə etmək, qiymətləndirmək, fikrini əsaslandırmağı bacarmaq. Bunlar hamısı tənqidi təfəkkürə aiddir. Bəs şagirdlərdə tənqidi düşünməni formalaşdırmaq üçün hansı suallar verə bilərəm? Əsasən burada məqsədyönlü suallar verməklə şagirddə tənqidi təfəkkürü formalaşdıra bilərsiniz. Hər hansı bir problemli situasiya verirsiniz, şagird o situasiyada öz fikirlərini, dəlillərini belə deyim, əsaslandıranda, hər hansı bir dəlildən istifadə edəndə onda tənqidi təfəkkür formalaşır. Vacib informasiyalar toplamağı, məlumatlanmanın yollarını öyrətməlisiniz. Çox geniş yayılmış, hamı tərəfindən qəbul edilmiş məsələlər hər zaman doğru deyil, onların da yanlış ola biləcəyini öyrətməlisiniz. Hər zaman obyektiv olmalı, məsələlərə qərəzsiz yanaşmalıdır fikrini
şagirdlərə formalaşdırmalısınız. Bunlar tənqidi təfəkkürə aiddir. Bəs tənqidi təfəkkürü formalaşdırmaq üçün şagirdlərdə hansı bacarıqları inkişaf elətdirmək olur? Təhlil etmək bacarığını inkişaf elətdirmək lazımdır. İnterpretasiya etmək bacarığını inkişaf elətdirmək lazımdır. İzah etmək, məsələn, bir mövzunu özünə, başqasına izah etdikcə onda tənqidi təfəkkürlər formalaşacaq. Qərəzsiz yanaşmaq, əvvəlcədən müəyyən fikirləri formalaşdırıb, özünü fərqli şəkildə inandırmamaq, problemi həll etmək, bu kimi bacarıqları şagirdlərdə formalaşdırmaq lazımdır. Tənqidi təfəkkürü inkişaf elətdirmək üçün bir neçə bacarıqlar var. Bunlar hansı bacarıqlardır? Əsasən biz burada istifadə eləyəcəyimiz bacarıqlar. Baxın, müşahidə bacarığıdır, təhlil etmə bacarığıdır, nəticə çıxartma bacarığıdır, ünsiyyət bacarığıdır, bir də problemi həll etmək bacarığıdır. Yəni, burada 5 dənə bacarıq var. Müşahidə bacarığı nədir? Adından göründüyü kimi, duyğu üzvlərimizin vasitəsilə müşahidə edirik. Yəni, müşahidə bacarığı edəndə tələsməmək lazımdır, daha çox informasiya toplamaq lazımdır, fəal dinləyici olmaq lazımdır, faydaları informasiyalı toplamalıyıq. Bu olur müşahidə. Müşahidə etdikdən sonra informasiya topladınız, nə etmək lazımdır? Artıq təhlil etmə bacarığı işə düşür. Əldə etdiyiniz informasiyanı müqayisə edirsiniz, doğruluğunu təsdiqləyirsiniz, arqumentlər axtarırsınız, müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil edirsən, rasional qərar qəbul etməyə çalışırsan. Bu da aiddir təhlil etmə bacarığı. Bəs təhlil edəndən sonra nə olur? Artıq nəticə çıxartmaq lazımdır. Nəticəni çıxartmağa tələsməmək lazımdır. Faktları əsaslı olmasına yönəltmək lazımdır. Dəyərləndirən zaman faktları tələsməmək, daha çox ipucuları, informasiyanı dəstəkləyən faktlar toplamaq, təhlil etmək lazımdır. Bunlar bizə düzgün nəticə çıxartmağa yardım edəcək. Nəticəni çıxartdıq. İndi nə eləmək lazımdır? Ünsiyyət qurmaq lazımdır. Artıq bunun üçün ünsiyyət qurmaq üçün müəyyən diskussiyalardan, debatlarda, dilemmalarda iştirak etmək lazımdır. Həmin bu diskussiyada, debatda, dilemmada iştirak edəndə dinləyici olmaq lazımdır, qarşı tərəfi diqqətlə dinləmək lazımdır, onun fikirlərinə hörmət etmək lazımdır. Ümumilikcə fikirləri ilə razılaşmasan belə dinləyib sonda mədəni şəkildə öz fikirlərini ifadə edə bilərsən. Əsas mədəni şəkildə dinləməkdir, qarşılıqlı hörmətdir. Daha sonra gəlir problem həll etmə bacarığı. Artıq bu sonuncudur. Burada artıq problemi həll edirsiniz. Yenə bir çox informasiyaları toplayırsınız, vaxtdan səmərəli şəkildə istifadə edib araşdırırsınız, səmərəli həll yollarını tapırsınız. Bu da olur problem həll etmə. Deməli, 5 dənə bacarıqla biz tənqidi təfəkkürü formalaşdıra bilərik. Daha sonra tənqidi təfəkkürü formalaşdırmaq üçün bir neçə üsullar var. Məsələn, 4N1 KH üsulu, bu sual-cavab texnikasıdır. İnformasiya toplayır, təhlil edir. Əsasən burada tənqidi təfəkkürdür, problem həll etmədir. Daha sonra layihələr zamanı oxumadır, layihə həzırlamadır, oxuyub anlamadır, dinləyib anlamadır. Şifahi və yazılı nitq bacarıqlarını formalaşdıracaq bir üsuldur 4N1 KH üsulu. Bəs Sokrat dialoqu nədir? Sokrat dialoqu hər hansı bir mövzu ətrafında müzakirə aparırsan, sual verirsən, sualın cavabından yeni sual çıxarırsan. Məsələn, ismin neçə halı var? 6 halı var. Hansılarda? Adlıq, yəlik, yönlük. Adlıq hal nədir? Yəni, sual verirsiniz, suala cavab verir, cavabdan yeni sual çıxardırsınız. Bu da olur Sokrat dialoqu. Bəs gəlin bunu müzakirə edək nədir? Hər hansı bir situasiya, hər hansı bir problemli situasiya qoyursunuz. Artıq şagirdlər bu problemli situasiyanı müzakirə edirlər. Və hər biri müzakirə etdikcə öz fikirlərini söyləyəcəklər, fikirlərini əsaslandıracaqlar, cavablarını əsaslandıracaqlar. Bu zaman şagirdlərdən tənqidi təfəkkür inkişaf edəcək. Bəs fakt yoxsa təfəkkür nədir? Baxın, ümumilikcə, faktdırsa bunu sübut edə biləcək. Fikirdirsə bunu sübut edə bilmir. Yəni, obyektiv faktla subyektiv fikri fərqləndirmək bacarığıdır bu. Fakt nədir? Obyektiv reallıqdır. Doğrudurmu, yanlışdırmı? Bunu bilmək üçün sübut etmək lazımdır. Sübut edir. Amma fikir isə
hisslərin mövqeyi ifadəsidir. Yəni fikri belə deyim, sübut edə bilmir. Sonra gəlir qaydalar. Ümumiyyətcə qaydalar müəllim tərəfindən qoyulur. Məsələn, qayda 1, qayda 2, qayda 3. Qaydaları şagird yazır. Məsələn, birinci qaydanı seçərdim çünki. Məsələn, müəllim qayda qoyur. Şagird bu qaydanı seçirsə, fikrini təsdiqləməlidir, əsaslandırmalıdır. İkinci qaydanı seçirsə, buna əsasən fikrini əsaslandırmalıdır. Eynən üçüncü qaydanı seçibsə, buna əsasən də fikrini əsaslandırmaq lazımdır. Fikir əsaslandırmaq da tənqidi təfəkkürə aiddir. Bəs seçim etmək nədir? Artıq müəllim burada seçim qoyur. Məsələn, telefon ehtiyacımdır, yoxsa istəyimdir? Artıq ehtiyacıdırsa niyə ehtiyacıdır onu yazır. İstəyidirsə niyə istəyidir onu qeyd edir. Bu da olur seçim etmək. Bəs nə baş verərdi? Nə baş verərdi də artıq şagirdlərdə kreativ düşünmə formalaşır, problem həll etməyə müxtəlif dərəcələrdən yanaşırlar, yeni yollardan istifadə edirlər. Məsələn, əgər dünyanın heç bir yerində kompüter, tablet, telefon olmasaydı nə baş verərdi? Hər kəs öz fikirlərini deyib əsaslandıracaq. Əgər bütün heyvanlar birdən-birə bizlə öz dillərində danışmağa başlasaydı nə baş verərdi, nə gözəl olardı bu. Yenə hər kəs fikirlərini əsaslandıracaq, öz fikirlərini söyləyəcəklər, tənqidi təfəkkür formalaşır. Əgər ən yaxın dostunuzun super gücə malik olduğunu öyrənsəydiniz nə edərdiniz? Yenə hamı öz fikirlərini söyləyib fikrini əsaslandıracaq. Dünyanın heç bir yerində elektrik olmasaydı, yaşayış necə olardı? Yenə hamı öz fikirlərini söyləyib, fikirlərini əsaslandıracaqlar. Bunlar tənqidi təfəkkürü formalaşdırır. Bir də yad planetdə üçün səyahət turu var. Bu tapşırıq şagirdlərlə imkan verir ki, həm fərdi şəkildə, həm cəmiyyət necə olaraq, məsələn, dərindən fikirləşsinlər, daha sonra heç düşünmədikləri mövzular haqqında düşünsünlər, ssenari təqdim etsinlər. Bunlar yad planetdə üçün səyahət turudur. Məsələn, müharibə nədir? Niyə insanlar biri-biri ilə müharibə elan edir? Hamı fikirlərini əsaslandırmağa çalışacaqlar. Belə görünür ki, insanlar bəzən müharibəni konflikt həll etməyin yeganə yolu kimi görürlər. Nə üçün? Yenə hamı fikrini əsaslandırır. Yəni, bu da olur yad planetdə üçün səyahət turu. Ümumiyyətcə, tənqidi təfəkkürdə əsas açar söz öz fikirlərinizi əsaslandırmaqdır. Yəni, öz fikirlərini əsaslandırarkən dəlillərdən, sübutdan istifadə edirsənsə, bu tənqidi təfəkkürdür və ya özünü tanıyırsan. Bu nə deməkdir? Məsələn, öyrənəndə hansı üsullardan istifadə edirsən? Güclü tərəflərin nədir? Zəif tərəflərin nədir? Bunları da başa düşürsənsə, deməli, səndə tənqidi təfəkkür inkişaf eləyib.